Hoş gördük dostlar. Bugünkü dersimizde yani MC2, MC-2'ye blok ilə işləyəcəyik və gəlin bir dənə yada salaq biz köhnə dərslərdə neylədik. Bundan əvvəlki dərslər deməli biz əlavə eləmişik təqlər. Bu təqləri əlavə eləmişik və bir də function blokda biz deməli bunu sağlamışıq səhv etmirəmsə. Yəni bir details deməli basic-də bəli burada dəyişiklik eləmişik, burada da dəyişiklik eləmişik. Və bu dərsimizdə biz nə edəcəyik dostlar? Gəlin birinci bizə lazımdır 4 əlavə tag əlavə eləmək. Birincisi bu bizim outputlar olacaq. Hansı ki klapana komanda göndərəcək. Biri olacaq open yazaq. Yəni command yazaq. Command to open və close command to close. Command to close. Bu bizim outputlar olacaq. Save eləyək. Command to close bizdir və input da olacaq. Inputlar da bizdə olacaq. Deməli olacaq. Olsun open deyə və close. Və burada yazaq belə valve open artıq açıqdır və valve close. Tamam, bunu save eləyək, bağlayaq və bizə dostlar bu switch bölməsi lazım olacaq indi. Deməli burada bir sxem quracağıq. Bunu çəkək biraz qırağa, bu bizə lazım deyil. Bunu qoyuruq bura və buradan inləyəcəyik. Deməli process variable əlavə edəcəyik dostlar. Process input outputlar daha doğrusu. Deməli və başlayaq. Gəlin birinci bundan başlayaq. Interlock kopya eləyək. Və növbəti bizdə olacaq. Rəngi dəyişik. Dostlar gəlin. Yaxşı, gəlin kopya eləyək. İkincini olacaq bu. Ctrl-C Ctrl-V və indi isə bizə lazım olacaq open-D and close-D. Insert function block link URL of deməli open D close D. Əslində open close da yaza biləriz, amma eybi yoxdur, biz qısa yazdıq. Və bizə lazım olacaq, deməli, bax, bu CI gəlin buranı biraz düzəldək. Və bir də bizə lazımdır dostlar interlock terminal trip. Copy. Insert function block.
Ctrl V. Və 2 ədəd də dostlar, gəlin klapan bağlama və örtməsi üçün, bağlanması və açılması üçün yenə POE qoyaq bura, yazaq open və close. Və gəlin bunları birləşdirək. Sonra istəsəniz tag əlavə edək. Yəni tag deyəndəki label dəqiq bilək nə hara işləyir. Deməli, başlayaq. Insert wiring. Gəlsin bura. Gəlsin bura. Deməli, open də gəlsin bura. Close da gəlsin bura. Bu gəlsin bura. Bu gəlsin bura. Aha, bura. Və bu gəlsin bura. Belə. Bu da belə. Biraz uzataq. Gəl olsun. Və gəlin burada da istəyirsə adları dəyişək. Bizim o ilkin sxemimiz vardı. Bax, ona oxşasın. Şəkil vardı birinci dərsdən. Bu olacaq EU. Deməli, İngiliz bu olsun, İngiliz. Deməli, bu bizdə olacaq. TCI. Bu bizdə olacaq TT. Və bu da biz open'dan komanda göndəririk də, düzdür, open. Bir baxın dostlar bura. Bu inputlardır, düzdür, bu outputlardır. Outputlardan biz komanda göndəririk və düz yığılışıq sxemi. Bu olacaq bizdə out 1. Out 1. Bu olacaq bizdə out 2. Belə, bir dənə save edək, baxaq, problem yoxdur ki. Yox dostlar, problem olmadı. Deməli, bir dənə də bizdə qaldı LC64-ü əlavə eləmək. LC64 bizə bypass idarə etməsi üçün lazım olacaq. Bir dənə mən yenidən switchlərə baxım. Və bizdə neçə bypassdır? 1, 2, 3, 4, 5 dənə. 5 ədəd bypass. Tamam, gəlin LC64-ü əlavə eləyək. Və baxaq, görək, orada hemen yığılır. LC64. Hop. Bunu da adını qoyaq. Deməli, valve bypass. Logic-lərə qalsın. Və burada belə bir məntiq yığacağıq. Details. Bizə deməli lazım olacaq 5 dənə input və 5 ədəd output. Və onlardan 4'ü olacaq bizdə
bizə olacaq bypass, biri out of service-dir səhv etmirəmsə, biz belə yazmışdıq. Bir dəqiqə. Burada out of service, bəli, bu bypassdır. Bypassdır. Bu answer back interlock bypass. Tamam, qoy belə də qalsın adı. Gəlin LC64-də deməli insert bir dəqiqə dostlar, gəlin bura kopya edeyim bir dənəsi. Kopya. Və başlayaq. Insert input element. Deməli, Ctrl V, 0 PV nöqtə 10 və növbəti out of drone 1 nöqtə PV nöqtə 10 və növbəti deməli 2 nöqtə PV nöqtə 10. Deməli 3 nöqtə PV nöqtə 10. Bunu da azlaşdıraq. Insert input element. 4 PV nöqtə 10. Tamam, bu hissə hazırdır və keçək output. Outputda bizdə olacaq valve-a aid. Valve-da deməli biz eyni switchləri istifadə edəcəyik. Sadəcə onları rəqəmləyəcəyik. Insert output element. Deməli valve. Yəni buradan biz MC2-yə birbaşa siqnal göndəririk. Nöqtə nöqtə 1. Yox, nöqtə 0-dan başlayaq. Nöqtə 0. Növbəti deməli yenə valve nöqtə 1. Növbəti valve nöqtə 2. Valve nöqtə 3 və nöqtə 4. Valve nöqtə 4. Belə. Bunları tərəgəli eləyək. Burada dostlar özünüz komment yaza bilərsiniz, əgər yadınızda qalmayacaqsa. Mən arada bu switch panelinin özünə baxıram, oradan yadıma salıram. Deməli, növbəti addım olacaq bunları wiring eləmək. Və save eləyək, then update eləyək. Buranı da save eləyək, yoxlayaq. Yox, bir dənə problem var. No connection target mode valve place 1. Bak, niye? Adını səhv yazmışıq. Valve.
Update və save. Dostlar, burada problem olmadı. Növbəti dərsdə artıq biz keçəcəyik birbaşa buranın testinə, baxaq idarə edə biləcəyik və simulyasiyanı yoxlayarıq. Hamınıza təşəkkür edirəm. Kimdə problem olsa yazsın bizim YouTube kanala, yaxud da Task Force saytına.